Mən müsahibəyə getdiyim vaxtda təəssüf ki, belə videolar yox idi və düşünürəm ki, bu video sizin üçün çox yararlı olacaq. Nəsə bu haqda danışırdım. Halbuki biz ekoloji hüququ keçməmişik. Amma o an ağlıma gəldi, yəni bu da bir bacarıqdır. Təcrübələr qazanmaq istəyirəm və o an müsahibə götürən məndə də yaxşıdır. Və bu da böyük səhvdir, bunu da deməyin. Rəqabət yüksəkdir və siz digər namizədlərdən, digər könüllərdən seçilməlisiniz. Bu biraz şablon səslənə bilər, amma hər yeni insan tanımaq sizə yeni bir düşüncə tərzi qazandırır, yeni bir baxış açısı qazandırır. O buna qışqırır, danışır, bu buna qışqırır, danışır, o buna gülə-gülə danışır, bizə əl eləyirlər, gələn keçin əl eləyir. Yəni Azərbaycanda birini əl eləyəni deyər bu dəlidir. Biraz da millətimi tərifləmək istəyirəm. Çünki könüllü olduğum millət ərzində bir çox dövlətdən insanlar gördüm. Və hər birində fərqli bir mədəniyyət var idi. Və yaxşı mənada mədəniyyətdən bəhs eləmirəm. Bu videonu izləyib gedən hər bir kəsin seçiləcəyini inanıram. Sizə uğurlar arzu edirəm. Məni izlədiyiniz üçün təşəkkür edirəm.